Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti pandemiyadan sonra mütəmadi şəkildə stansiyaların fəaliyyətini bərpa edir, xidmət coğrafiyasını genişləndirir. Bunu qurumun sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Məqsəd həm müştəri məmnuniyyətinin artırılması, həm də ölkə ərazisində sərnişinlərin səyahətinin tam, dolğun təmin olunmasıdır. 18 aprel tarixindən sərnişinlərimiz artıq Kürdəmir stansiyasından da istifadə edə biləcəklər. Onlar gündəlik olaraq Bakı-Qazax-Bakı 4 reys və Bakı-Balakən-Bakı 2 reys olan qatarlarda səfər edərək Kürdəmir stansiyasında enə bilərlər. Əlavə olaraq həftə sonları fəaliyyət göstərən Bakı, Ağdam, Bakı və əlavə qatar olan Bakı, Ağstafa, Bakı qatarları ilə də Kürdəmir stansiyasından istifadə edə bilərlər.